Bugün sizə e-ticarətlə məşğul olanların ən çox sevdiyi sezon olan Q4 sezonundan danışacağam. Ümumiyyətlə Q nədir? İlin 12 ayı var və hər 3 ayını bir Q-yə bölürlər. Yəni ki, yanvar, fevral, mart Q1, ondan sonraki ay Q2 və beləsini sıralama ilə gedir. Ümumiyyətlə e-ticarətlə məşğul olanların ən sevdiyi ay olan Q4-dən danışaq. Q4 oktyabr, noyabr, dekabr aylarını əhatə edir. Bəzən isə noyabr, dekabr, yanvar aylarını belə Q4-ə əlavə edirlər. Çünki Q4-ün ən üstün cəhəti həmin aylarda hər aya minimum 2 bayramın düşməsidir. Bayram demək satışların artması deməkdir. Həmin bayramlara uyğun olaraq məhsullar listeləyəndə normalda 1 dəfə, 2 dəfə satılan məhsullar həmin bayram ərəfəsində və zamanında 3 dəfə, 4 dəfə və daha artıq da satıla bilər. Bəzən hətta uğurlu məhsul tapıb tutuzdursanız, bir məhsulunuzu yüzlərlə dəfə belə sata bilərsiniz. Q4-ü maksimum dərəcədə dəyərləndirmək üçün Amerika bazarını analiz edin və həmin bayram ərəfəsində məhsullar listələməyə başlayın. Həmin artıq bayramın vaxtı çatdıqda satışlarınız uçmuş olacaq. Hər birinizə uğurlar.